Yazıçılar Birliyi fəxri diplomla tərtib edilib 90 illiyi münasibətindən var olun deyirik Anar bəyə. Çox sağ olun, var olsunlar. Və Azərbaycanın milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Mərhəmət Elçisi jurnalının redaksiya heyətinin qərarına əsasən istedadlı şairə Şərafət Dağıstanlı milli iftixar diplomunla tərtib olunub. Yenə təbrik edirik və biz sözü istəyirəm verək bizim çox hörmətli Əbülfərd Nəzərliyə. Əbülfərd müəllim, dünya görgəsi, dünya görgəsinin müəllimi, bizə görgəs mahnıları da oxuyuyoruz. Teşekkür ederim. Hürmetli konuklar, güzel meclis iştirakçıları. Elbette müğənniler hər işine həmişə öz mahnılarıyla, öz nəğmələrlə deyirlər. Mən də bizim gözəl şairimizin sözlerine burada qeyd olundu. Bakı Ceyhan hakkında bir gözəl nəğməni mahnını aləmişəm. Öyle bilirəm, o belə baxıram ki, deyəsə onu eşidilmir. Ama o çok güzel mahnıdır, o çok yerlerde, Türkiye'de, başka ülkelerde ifa olunur. O cümleden Dağıstan'da da ifa olunur. Ben size uzun bir can sağlığı arzulayıram. Əziz Şərəfət xanım, mənim üçün çox əzizsiniz. Mənim əziz bacım. Allah sizə hələndən belə elə çox ömür versin ki, bax bu xalqı, bu cəmaatı sevəndəsiniz. Bura yalnız sizi çox sevənlər gelir. Ama sizi sevənlər en qədərdir, çoxdur. Dünya sevir sizi. Var olasın, uzun ömür, can sağlığı arzulayıram. Teşekkür ederiz Əbülfərd bəy. İndi mən istəyirəm bizi burada çox gözəl Məsəti Şairlər Məclisinin üzvü Zeynəb xanım Musayeva, gözəl həkimimiz, gözəl səmimi dost, səmimi ana, səmimi öz həkimliyi ilə, öz məsləhətləri ilə eyni zamanda hər gələndə Məsəti Şairlər Məclisinə yalnız məsələ onda deyil ki, şeir yazasan, o öz sağlamlıq haqqında bizə verdiyi məsləhətlərlə də biz çox gözəl faydalanırıq. İstəyir, özdə həkimlər ailəsidir, yoldaşı, baş həkimdir, istəyərim ki, özü danışsın. Mikrofonu təqdim edin, zəhmət olmasa. Buyurun, gözəl Zeynəb xanım. Kəndə Şərəfət xanımın bu gözəl məclisinə, bu yararsızlığının işığına yaxın İlk öncə toplaşanların həzminə Şərəfət xanımın qızı və özü adından, həmçinin göz adından böyük təşəkkür edirəm. Bugün biz bir dəfə Şərəfət xanımın burada tədbirini keçirmişik. O zaman Ziyad xan müəllim çox narahat olmuşdu ki, niyə bu qədər az insan toplaşmışdı. Biz o zaman çox insanları, Günay xanım çox insanları dəvət etməmişdi, heç kəsin xəbəri yox idi. Və ona görə bir dəfə nəzərdə tutduq ki, QHT-lərin sədrləri, başda həm Cavar xanım, həm Mehriban xanım olmaqla bütün deməli, şeir sevənləri, poeziya sevənləri dəvət edək. Mehriban xanımın işi biraz çox oldu. Sonra Cavar xanım təşkil elədi. Çox böyük təşəkkürünü bildirirəm. Bu günləri bu cür gözəl bir məclis təşkil olundu. Hər birinizə mən də öz adımdan çox böyük təşəkkürünü bildirirəm. Şərəfət xanımı demək olar ki, o qədər çox müddətli deyil tanıyıram. Mən onu 5-6 il müddətində tanıyıram. Ancaq o az müddətdə tanımlarıma baxmayaraq, onun o cılız qəlbinin daxilində olan böyük genişliyi, onun o balaca çiyinlərində olan dağ boyda yükü özümünkü kimi hiss eləmişəm. Bir də ki, mən doğrudur, həkiməm, poeziya aləmi ilə o qədər də bağlı deyiləm. Amma Şərəfət xanıma olan istəyim, Şərəfət xanıma o dərəcədə sevməyim, yəni bu şeiriyyat aləmi ilə çox yaxından tanış elədim. Və hər birinizə bir də ayrı-ayrılıqda təşəkkür edirəm. Şərəfət xanımın yaradıcılığını mən Xəzərə bənzədirəm. Bəzən
siyasete de başvurur, prezidentlere de hakkında yazır ama Şərafət xanımın əsl adı Mərnəkər Şahilədir. O bir çox mahnıların müəllifidir, o hamı yəqin ki, çox gözəl bilir, gözəl mahnılarımızın müəllifidir, söz müəllifidir. Və o bu mahnıları yazmaqla bərabər həm də özünün narahatçılığını hər zaman dilə gətirir. Şərafət Dağıstanlı deyir ki, gecə gündüz harayasa yol gedirəm, narahatam. Yol gedirəm, qabağıma çıxanlara salam verib sərc edirəm, narahatam. Mən narahat yaşayıram, yaşamından narahatam. Bu dünyanın özü boyda qəm yükünü bir ən boyda çiğnir üstə daşıyıram, narahatam. Dünyanın hər ölkəsində qan qadalı dava gedir, narahatam. Dünya yaman qarışıqdır, qapısı daim açıqdır. Neçə millət bir-biri ilə savaş edir, dava gedir, bir-birini təhqir edir, narahatam. Sanki o gözəl mahnıların söz müəllifi deyil, dünyanın bütün yükünü öz o balaca çiğnilərində daşıyan Şərafət Dağıstanlıya heç olsun deyilən devamlı yaratılır. İnşallah bundan sonra da böyük səbirliklə gözləyim. İndi də istəyirəm sözü verək Elxan Rəsulovundan. Buyursun Elxan Rəsulovun. Salam aleyküm, hörmətli qonaqlar. Şərafət xanım çox sözlər bilə bilər. Amma Şərafət xanımla danışmaq bir neçə sutka lazımdır. Burada qalır. 3 dəqiqə qulaq asan yoxdur. Mədəniyyət bizdədir, dünyada, amma gitmədən öldürüyor. Və çox danışmayacağım, təqdim olub. Mən 2022-ci ildən Azərbaycan Müzikçilik Cəmiyyətinin təsisçi direktoru Elxan Rəsulovlarım. İndi çox danışmayacağım, bir dənə Şərafətə Türk mahnısını ithaf edirəm, bir cümlə oxuyacağım. Çox lazımdır vaxt almaq. Əlbət olan o bəxş unutulmaz, unutulmaz. Sevgiyle ilk uyanış unutulmaz, unutulmaz. Bir bahar mevsim, birkaç mektup, birkaç resim. İller kesse Şərafət xanım unutulmaz, unutulmaz. Elxan mənim səsinizə sağlıq var, o gözəl səsinizlə, ağzınızla məclisimizə şərəf verdiniz. Hemen bizim bəstəkarımıza, Fərhad bəy, öz kitabımı sizə hədiyyə eləmək istəyirəm. Gözəl bəstəkarımıza, inşallah, yəqin ki, orada oxuyacaqsınız, bəyəndiniz bir şeir olacaq. Elə orada üstündəki sevdalım şeiri, gençlərə ərmağan olmuş məhəmmətli bir şeirdir. Və mən istəyirəm ki, Tahir Şirvanlı'ya söz verək. Buyursun Tahir Şirvanlı. Hər birini salamlayıram. Bu gözəl səhnəni görəndə, hörmətli Şərafət xanım, bu gözəl məclisi görəndə yadıma nə düşdü? Agim koymasında, Agimin konsertidir, zalda yer yoxdur. Sənətqurun bunu belə təqdim edeyim. Zal altına kim tamam dolmuşdur. Nə qədər dostu var şeirin sənətin. Amma bir nəfər tək sakit olmuşdur. Bu da timsalıdır mədəniyyətin. Və gözəl gündə sizə olan məhəbbətdir bu. Və mən onun şərafətlə demək istəyirəm ki, şərəflə deyirəm ki, bizim gəldim Dərbənd torpağı, Azərbaycan torpağı, Azərbaycan mədəniyyətinə Mirzə Kazım bəy kimi dahi yetişdirib. 23 il ömür sürər. Cəfər Cəbbanın ölkəm şeylər onun bəklər, Asif Zeynal'ı kimi sənətkar yetişdirib. 23 il ömür sürər. O torpaq xalq artisti Elza İbrahimova kimi böyük sənətkar yetişdirib. Və Qəzərxan şair Qumrumu yetişdirib. Yəni, və siz də o torpağın yetişməsi olmasınız,
Şeyh Şamil yurdundan bizim Azərbaycanı həmişə siz fəxarətlə təmsil edirsiniz. Və bugün gözəl gündə sizin şeirlərinizin qurğunu olmuşam, həmişə mahnılarınızı dinləmişəm. Sizin evinizdə olmuşam bir dəfə. Yalnızdan çıxıb bir dəfə yaxın dostumdan evinizdə olmuşam. Bir 20 il bundan kadar. Və siz həmişə yaşayacaqsınız. Nizami yazırdı ki, özün təqdiri bilməni cahanda, mən də canlanıb sən canlananda, 100 il sonra sorsun haradadır o? Hərbiyyəti səslənər, buradadır o. Həmişə yaşayacaqsınız. Və nəhayətdə arzum nədir? Sizə arzum nədir? Gün üstələ çək olsun, gün olsun, çiçək olsun. Sizin bu gözəl gününüz görün mübarək olsun. Teşekkür ederim hörmətli alimimiz. Filologiya üzrə fəlsəfə doktorumuz var ol deyirəm. Teşekkür ederim. Və burada mən yenə də Şərafət xanımın tərkiblərindən istəyirəm təqdim edeyim. Qanun, izah və şərhlər. Tərsizçi və baş redaktor İmamlıdır. O da fəxri diplomla tərtib olunmuşdur Şərafət xanım. Dağıstanlı. İstəyirəm o diplomu da sizlərə təqdim edeyim. Yenə də təbrik edirik. Və bizi burada Gilə Dəryan əyləşdirdi, gözəl şairəmiz. Ona söz verək. Gilə Dəryan xanım, o Şam İşığı Ədəbi Məclisi ilə çox gözəl aparır, gözəl antologiyalar müəllifidir. Buyur. Çox sağ olun Cəvahir xanım. Mən annəmə sizinlə fəxr edirəm, sizin gözəlliyinizlə, ziyanlığınızla, sevdiyinizlə çox fəxr edirəm və çox şadam ki, sizin yanınızda. Əziz dostlar, mən həm də Şam İşığı Ədəbi Məclisinin rəhbəriyəm və eyni adlı Şam İşığı antologiyasını çıxardıram. İkinizdə şeirlərdə verirlər. Mən Şərafət xanımı çox sevirəm, bir bacı kimi. Onun üçün şeirdə yazmışam. Ad günündə, natal günündə. Şairlərdə özələr çağırmışsın. Amma bu günlərə adımda şeir oxumayacaq, amma şeir oxuyacaq. İnşallah. İcazənizlə dostlar. Əziz ana, dəryayım, xəyalım coşub çağlayır. Qoynumda xoşbəxtəm əziz ana. Çıxmaz ürəyimdən, çıxmaz qəlbimdən, şirin sözü, məhəbbəti anam. Güc qüddəti nuru qısaqdır mələkdən, söz söhbəti keçirib ələkdən. Müqəddəsdir, yediyib duz çörəkdən, var hörməti, səxavəti anam. Çox gözəldir, gülər üzlü, mehriban. Həyalı, ismətli, danışmaz yalan, çox doğru söyləyən, hafiz-i Quran, dilində ayədir, təlavəti anam. Bakıda var, İrəvan gözəlləri, can deyəndə, can eşidir sözləri. Haqq danışan, haqdan bilər bizləri. Tövbəsi var, nəsihəti anamın. Aşıq olub nar çiçəyi gülünə, vurğun olub doğma ana dilinə, mərd oğluna, mərd qızına, elinə, yox kimsə ilə ədavəti anamın. Şeirini bitirdim, daha nə yazım? Saclı istipendir, namaş, nə yazım? Motal şoru, qaymağı var, nə yazım? Heç bitməsin, bərəkət anamın. Cənnətdəydik, cənnətindən gətirdi. Özü verdi, Allah özü götürdü. Heyif gilə dərya, sözünü bitirdi. Tükənməzdir rəvayəti anamın, tükənməzdir rəvayəti anamın. Var ol, güzel Gilə xanım. Bizim burada çox hörmətli Ötərxan Eltac buradadır. Mən ona söz vermək istəyirəm. Buyur Ötərxan. Buyur qadası. Gəlin zəhmət olmasa. Gel, bura gel. Hər vaxtınız xeyir olsun. Şərafət xanım,
Sizə can sağlığı, ruzili, bərəkətli, sağlam ömür arzulayıram. Siz tək mənim üçün deyil, bütün xalqınız üçün çox dəyərlisiniz, həqiqətən də. Desəm ki, mən Şərafət xanımın mahnıları ilə laylalanmışam, bəlkə də inanmazsınız. Amma təəssüflər ki, o zaman mən bilmirdim ki, həmin mahnılar məhz mahnıların müəllifi, şeirlərin müəllifi Şərafət xanımdır. İllər sonra nəşriyyatda rastlaşdıq. Yayda Qarabağın seyrinə çıxsam, Şuşada bir qonaq qalmasan olmur. Çıv axşam sıcıdır düzünə, Vaqifin könlünü almasan olmur. Bu şeiri mən söyləyəndə Şərafət xanımın gözləri doldu. Həqiqətən də ilk dəfə orada mən bildim ki, elə söylədiyim şeir məhz Şərafət xanıma idiymiş. Hansı ki, 65-ci ildə o bəstələnəndə Xan Şuşinskinin səsi ilə havalanmışdı bütün məmləkətimizə. Şərafət xanım dəyərli qələm sahibidir. Şərafət xanım şərəfli, hörmətli, qeyrətli, vətənpərvər xanımdır. Şərafət xanım bugün o bayaqları çoxlarımızın dediyimiz o ada layiq görülməsə də qəlbimizdə hər zaman yaşayacaq. Nizami Gəncəvi xalq şairi deyildi ki, Füzuli xalq şairi deyildi ki, Nəsimi və adlarını sadanmaqla yetməyən sənətkarlar, ustadlar xalq şairi deyildilər ki, onlar süzüldülər qəhbərdən qəhbərə, dodaqdan dodağa, dildən dilə gecə-gecə gəldilər. Bugün hər birimizin qəlbində yaşayırlar. İnanıram ki, Şərafət xanım da elə şərafətliyi ilə qəlbimizin ruhumuzun da yaddaşına köçəcək və köçməkdədir. Bəli, bugün hər birimiz deyirik ki, neçə qələm sahibləri var. O ada layiq ola bilən və ola bilməyənlər var. Kimin ki arxası dayağı varsa o ada çatacaq indiki zamanda. Bayaq bir çoxları ordenlərini, medallarını, nələrsə gətirib Şərafət xanıma təqdim etdilər. Bəli, çox gözəl. Amma bütün bunların hamısı yığıb toplayıb bir dənə xalq şairləri verilsəydi, bir şey olmazdı ki. Mən həmişə danışanda reklamı pozmamışam. ASTV'nin radyosu var, güzel. Teşekkür ederim her birinize. Bugün burada aynı zamanda Gazi anası Afet Hanım var. Buyursun Afet Hanım. Hacı Hanım Allah Efes sallanıyor. Burada çok güzel ziyaretlerimiz tanınmış şəxslər var. Şərafət xanımın şırına yığışmışıq, daha doğrusu kitabının şırına yığışmışıq və onun doğum günüdür. Şərafət xanımın doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edib də bütün qadınların simasında hər kəsi örnək edirəm ki, biz Şərafət xanıma örnək olaq. Şərafət xanım kimi dəyərli, dəyanətli, qeyrətli, şərəfli, doğrudan da Şərafət xanım öz adına layiq bir xanımdır. Onun qızı Günel xanımına da gürür duyuram, Günay xanımına da gürür duyuram. Onun elə bir qızı var, Allah ona can sağlığı versin, Allah onu xoşbəxt eləsin. Şərafət xanım, mən sizi səmimi qəlbdən təbrik edirəm. Şərafət xanım, mən sizi səmimi qəlbdən təbrik edirəm. Allah sizə ömür versin, sağlam versin. Elə doğrudan da şərafətli və şərəfli xanımsınız. Xanımların hamısı sizə örnek verir. Teşekkür edirəm söz verdiyiniz üçün. Və təşəkkür edirik, əziz dostlar. Mən istəyirəm belə bir albumda təqdim edəyəm sizə. Şərafət xanımın biz evlərdə çəkilişləri. Mən onu vuruldum, bax bu gözəl arxivinə. Onun haqqında olan yazılar haqqında bax belə albumlar çap edildi qəzetlərdən. İstəyirəm ki, Asif bəy yaxından götürəsiz, xahiş edirəm. Çox maraqlı, yəni bax bu bütün şairlərə nümunədir. 36 belə kitabı var idi. Hamısını istədi gətirsin. Biri də gətirdi. Onu da bayram açıqlı, onu da təqdim edin. Gətirin, onu da göstərək. Zəhmət olmasa. Bax belə gözəl kitabları onun haqqında açın, onu da göstərək. Bayram əlim orada göstərilsin.
Bəli, bax belə gözəl, açıq, görürsünüz nə gözəl albomlardır. Yəni bax, bəli, bax bu kitabları Şərafət xanım öz zəhmətinlə, əməyinlə, onun haqqında yazılan yazılardır və bu münasibətindən də onu təbrik edirik, var olun deyirik və bizim burada çox hörmətli dostlardan da iştirak edin. Mən istəyirəm ki, hamı danışsın. Buna görə Xeyirxah Almaz xanım. Buyurun Almaz xanım. Ondan sonra Laçın Nəcəfzadə. Buyursun bura, ondan sonra ona söz verəcəyik. Laçın Nəcəfzadə. Almaz xanımdan sonra hazırlaşsın. Dostlar, hamıya söz verəcəyik, xahiş edirəm. Tezi gələcək, heç kəsin cibiyəm. Çox xahiş edirəm. Çox sağ olun, mənə söz verin. Minnətdaram. Şərafət xanım, sən gözəl dost, gözəl ana, gözəl nənə, xalqın üçün çox əsərlər, çox bəyanlar, çox şeirlər yazmışsan. Mən çox təşəkkür edirəm sizə, mənə söz verdiniz. Amma sizə ad verməkdən savayım. Bu qədər xalq sizi tanıyır, sizi sevir. Siz adlarla ucalırsınız. Bu bizim bəsimizdir. Xatirələrdə qalırsınız. Bu nə deməkdir? Allah sizə mən bir dənə Allahın mükafatı olan can sağlığı arzulayıram. O sağlam canı sağla, sağlam ömrü sağla. Biz üçün fərəhdir. Çox sağ olun, mənə söz verdiniz. Allah yenə də sizi şad eləsin. Həmişə belə görüşürüz.